Hər birinizə salam uşaqlar. Bugün biologiya test toplusundan ikinci hissədən studiyasiya tapşırıqlarına baxacağıq. İlk məsələmizdə deyilir ki, avtoqəza nəticəsində sürücünün onurğa beyninin olma şöbəsi zədələnmişdir. Zərərçəkəni müayinə edən həkim zədənin yüngül olduğunu və təxminən 30 gün ərzində bərpa olacağını bildirdi. İlk sualımızda deyilir ki, zədə nəticəsində hansı orqan sistemlərinə aid orqanların işinin sinir tənzimi pozula bilər və bu tənzim avtonom sinir sisteminin hansı şöbəsinə aiddir? Biz artıq bilirik ki, onurğa beyninin olma şöbəsində avtonom, yəni vegetativ sinir sisteminin parasimpatik mərkəzləri yerləşir. Parasimpatik mərkəz yerləşir. Bu mərkəz çanaq boşluğunu, yəni sidik hissəsini, düz bağırsağı və cinsiyyət orqanlarını idarə edir. Növbəti sualımızda deyilir ki, bu 79-cu məsələnin cavabı idi. Növbəti sualımızda deyilir ki, zədələnmə nəticəsində fəaliyyəti pozula bilən orqanların simpatik sinir tənzimi onurğa beyninin hansı şöbəsi ilə əlaqədardır? Biz artıq bilirik ki, bu döş və bel şöbələri ilə əlaqədardır. Döş və bel şöbələri. Çünki fəaliyyəti pozulan avtonom sinir sisteminin parasimpatik şöbəsidir və bu çanaq boşluğunu idarə edir. Həmin sinir sisteminin isə tənzimi onurğa beyninin döş və bel şöbələri, yəni ki, simpatik döş və bel şöbələrindən əlaqədardır. Növbəti sualımız 81-ci sual bir məsələdir. Məsələnin şərtində, buradan yazaq, məsələnin şərtində deyilir ki, həkimin söylədiyi müddət ərzində zədələnmiş sinir liflərinin regenerasiyası maksimum neçə millimetr təşkil edər? Biz artıq bilirik ki, məktəb dərsliklərindən sinir sisteminin regenerasiyası çox gec, sutkada 1-2 millimetrdir. Bizdən isə 30 gün ərzində maksimum soruşur. Əgər minimum soruşsaydı kiçik olanı, yəni 1-i götürəcəkdik. Ancaq maksimum soruşduğu üçün 30 günü vururuq 2 millimetrə və alınır 60 millimetr. Demək ki, məsələnin cavabında 60 millimetrdir.